Yine başladım. Yani bunlar. Burada danışma var. Koymur. Koy burada. Ooo vicdanı. Bu bakçı. Bu beremde. Demirəm sən sakit ol. Bu yaman şey değil bu. Görsən bu imkan vermir. Bütün zal göz yaşına boğuldu. Onun üzünə bax. Az bir nə olur bir damcı yaş çıxart da gözündən. İnsanlar öldülər burada cəmaət ağlamaqdan. Baca qardaşın sənətsin. Bizim millət, bizim insanımız birinci səndən nifrət eləyir, birinci başlayır səni tənqid eləyir. Sonra necəsə olur, belə aləm dəyişir, dünya sönür tərsinə həmin insanlar, həmin o səni nifrət eləyən millət səndən ötürü ölür. Həmin o adamlardan biri də Elgiz Əkbər. Bu videomuzun mövzusu memlərin qəhrəmanı Elgiz Əkbər. Azərbaycan televiziyasının stopu olmayan adamı da bu Elgiz. Amma adamın Allahı var, Elgiz haqqında mənə keçən budur ki, adam səmimiyyət kralı kimi bir şeydir. Yəni həmin o memlər, həmin o kəpsələrin hamısı onun səmimiyyətinə bağlı olan məsələlərdir. Əsas Azərbaycan televiziya izləyicisi Elgizi Toy Olsun verilişindən tanıyıb. Toy olsun da, toy olsun o. Deməli sizə bir dənə məqam deyim, Toy Olsun verilişi Azərbaycan televiziya tarixinin ən çox baxılan verilişi olub. Ən böyük reytingli veriliş olub. Biz ümumiyyətlə ailə məsələlərinə baxıcı, görücü, falçı məsələlər qarışdırmırıq. Amma müğənni qarışa bilər. Müğənni qarışa bilər, təbii ki. Sevinç görünürlər. İlk Toy Olsun verilişinin getdiyi vaxtlarda siz təsəvvür eləyin ki, ölkə əhalisinin 1/3 canlı həmin veriliş izləyib və maşın şoudur, odur, budur, düzdür, maşın şou çox yaxın olub. Amma bu kimi verilişlərin heç biri Toy Olsunun o rekord səviyyəsini keçə bilməyib. Və mənə məlumat verdilər ki, Azərbaycan teleməkanında Toy Olsun verilişi qədər ikinci reytingli hələlik o rekordu təzələyən bir veriliş yoxdur. Hələlik olmuyor. 32 reyting gəlir. Müxtəlif olub Azərbaycan teleməkanında çox maraqlı insanların baxdığı verilişlər olub. Amma bu veriliş qədər, yəni pik nöqtədə olan reyting baxımından ikinci bir veriliş hələ ki olmuyor. 32 reyting o deməkdir ki, Azərbaycanın 1/3 Şişərdə 90. Hə. Elgiz ümumiyyətlə verilişə başlayır, ya kimsə ağlayır, ya kimsə quşlayır, ya kimsə əsəbiləşir. Yəni nəsə olmalıdır da bu Elgizin əsas məqamlarından biridir. Ya da ki, bütün TikTok Elgizi paylaşmalıdır. Başqa variantı yoxdur. Elgiz hamının ailə sirrini efirdə aça bilər qardaş. Açmasa da nəsə deyəcək, açılacaq da yəni həmin o sir. Amma Elgizin ailəsi haqqında məlumat çox azdır. Əslində elə əsl aparıcı belə olmalıdır da yo. Elgiz ailə həyatı haqqında konkret olaraq bildirir ki, mənim tamaşaçım ilə aramda peşəkar sərhəd var və mənim ailə həyatımı izləyiciyə maraqlı olmalı deyil. Sağ ol Elgiz. Mən qısaca onu deyim ki, Elgiz 9 may 2025-ci ildə evlənib, bir dənə də Allah saxlasın qız uşağı var. Belə fikirləşəndə Elgizin apardığı bir çox veriliş əməlli başlı populyar olub. Elgizdə axşamlar, Toy Olsun, Adam içində, Elgizlə izlə, sonra Xoşqədimlə apardığı nəsə veriliş var idi. Yəni hamısı partlayan verilişlər olub. Yəni Elgiz doğrudan da Azərbaycan televiziyasında iz qoyan aparıcılardandır. 100% iz qoyub ki, mən də bu qədər aparıcının üstündən Elgizin video bioqrafiyasını hazırlayıram. Get otur orada. Otur söz danışır, çıxış edirəm. Otur orada, başına dönərəm sənə. Otur orada. Yo, otur. Elə işim qurtarmayıb, otur. Yuxarıda otur sakitcə. Elgizin apardığı verilişlərin hamısı demək olar eyni tipdədir. Əsasən ailə və sosial mövzular, dava, qırğın, belə şeylər. Elgiz əlbəttə ki, klassik aparıcılardan fərqlənir. Yəni sözü verim qonağa, mən oturum qırağda yox, sözü verim qonağa, özüm də qoşulum ona tipdə aparıcıdır. Hə, doğrudan nə yadımdan çıxırdı az qalsın. Elgizin evləndiyi xanım Əsmər xanım Elgizin izləyicisi və fanatı olub. Deyirəm, veriliş qurtardı, mahnı qurtarma deyə. Ürəyimiz çəkildi. Maşallah. Mahnı diye bütün toy içinde. Bu kadar efi üçün bu kadar mahnı çal. Özdekinden buna neydi bu? Neydi? Ne kampanyası? Ergiz qardaşım. O cür sen güzel meydancı güzel mahnı. Ergiz qardaşım, adam həmişə dostunun verilişində ürəklə iştirak eləyər. Bütün enerjim getdi. İllərdir mən Çox bilinməyən bir dənə də məsələ. Elgiz Rusiya Federasiyasında anadan olub, amma görürsüz də əsl Azərbaycanlıdır ya. Elgizi bəziləri mətbuatdan tanıyır, bəziləri televiziyadan tanıyır, amma Elgizin əsl ixtisası bilirsiniz nədir? Qeyri-ərzaq malları üzrə əmtəşünas. And olsun Allaha, birinci dəfədir belə bir dənə sahə olduğunu eşidirəm. O çətin vaxtlarda işləmişsiniz. Əlbəttə, çox Neçə ildir stajınız? 22 il bundan əvvəl. 22 il stajınız var. 22 yox, 22 il, mən artıq 20 ildir televiziyada çalışıram. 42 il oldu onda? Yox, 6 il və günəbə-gün mən mətbuatda çalışmışam. Televiziya, mətbuat ümumi neçə il olur? Olur 26 il. 26 il. Can qoymusan bu sahədə. Mənim ixtisasım tamam başqa bir ixtisas sahibiyəm mən. Bilirsiniz də demişəm bu haqqda. İndi bilməyənlər üçün deyim ki, mən
qeyri-ərzaq malları üzrə əmtəkşünasam əslində. Amma heç bir gün, bir saat da olsun mən öz ixtisasımla bağlı çalışmamışam. Çünki ürəyim jurnalistikada olub, çünki ürəyim mətbuatda olub. Elgiz deyir ki, mən müğənni deyiləm, amma bir dənə mahnı oxumuşam, onunla da partlatmışam. Belə baxanda biraz təhsilim olsa, elə bütün müğənnilərdən də, yox, bir çox müğənnilərdən də yaxşı oxuyardım, onu da sürekli qoyacam. Görsən oxuya bilər amma. Belə baxanda indi ağzı yox, dalı ilə oxuyan müğənnilər çoxdur. Ona görə onlara baxanda elə Elgiz onlardan 1000 dəfə də yaxşı oxuyar. Bir dənə mahnı oxudum mən. Mən oxuyan deyiləm, müğənni deyiləm. Heç belə bir fikrim də yoxdur. Hərçən ki üstə düşsəm, çoxlarından yaxşı oxuyaram. Aha. Bu da Sadəcə gedirəm müəllim yanına. Bir ay, 2 ay məşğul olaram. Vallahi çoxlarından yaxşı oxuyaram. Heç nə yox, o Vüsal stili, Namazov stili, ay nə bilim nə stili, 1000 nə stili çıxardırsınız. Elgizin bəri-bəri çıxıb bir dənə Elgiz stili çıxarsa, inanın mənə partladar da. Elgizin saç stili kimi ikinci bir saç stili yoxdur, yəni 100% yox. Gəldim, elə o mağazanın yanından keçmişdim və orada olan köynəklər mənim diqqətimi çəkmişdi. Gəldim həmin mağazaya, qapını görüm, qapı bağlı. Qapını döyürüm, qapı açılmır. Bu nədir? Niyə qapı açılmır belə? Nəsə qapını döydüm, bir qadın qapını açdı, belə baxdı mənə aşağıdan yuxarı belə çox qəbul donub qadın. Dedim, xanım, bəs mən köynək almaq istəyirəm. Biz sizin verilişinizə görə deyir, qapını bağlamışıq ki, deyir, alıcılar bizə mane olmasın. Amma siz deyir, buradasınız. Dedim, necə? Deyir, biz sizin verilişiniz başlayana yaxın, biz qapını bağlayırıq, ümumiyyətlə mağazanı bağlayırıq. Biz otururuq, sizin verilişinizə baxırıq, ondan sonra mağazanın qapısını açırıq. Siz təsəvvür edirsiniz. Mən şok oldum yəni. Belə dostlar, kimlərinin sevdiyi, kimlərinin tənqidlər yağdırdığı insanlardan biri haqqında da danışmış olduq. Hələ belə görünür ki, Elgiz uzun illər gündəmdən düşməyəcək. Orta yaşlı nəsil Elgizi televizordan, gənc nəsil isə sosial mediadan izləməyə davam edəcək. Siz isə məni izləməyə davam etmək üçün videonu bəyənib, fikirlərinizi bu aşağıda yazıb, kanala da abunə olmağı yaddan çıxarmayın ki, belə videolar gəlsin, siz də məni izləməyə davam edəsiniz. Öpürəm dostlarım, sağ olun, salamat qalın. Bugünkü videomuzun mövzusu Elgiz Əkbərdir. Bəlkə bundan sonra videolar belə çəkim. Bugünkü videomuzun mövzusu Elgiz Əkbər. Yox, mən deyim.